Berlində elektrik enerjisi böhranı tədricən aradan qaldırılır, lakin yüksək gərginlikli elektrik dirəklərində qeydə alınan yanğından sonra hələ də Almaniya paytaxtında vəziyyət tam olaraq sabitləşməyib. Vəziyyətlə bağlı aydın mənzərə necədir? Ətraflı məlumatları Berlindən birbaşa bağlantıda olan xüsusi müxbirimiz Günay Məmmədova çatdıracaq. Günay, işıqsız qalan abonentlərin sayı bəllidirmi? Buyurun, eşidirik sizi. Hazırda Berlin tədricən adi ritminə qayıdır deyə bilərəm. Cənub-şərq rayonlarının əksəriyyətində evlər yenidən elektrik enerjisi ilə təmin olunub, amma təxminən 20 min insan hələ də işıqsızdır. Nəqliyyat bərpa olunur, rezvan və tramvay xətləri tədricən işləməyə başlayır, amma bəzi dərnəklər və məktəblərdə dərslər normal qaydaya hələ qayıtmayıb. Xatırlatmaq istəyirəm ki, dünən səhər Berlin ciddi bir qəza ilə üzləşdi. İki yüksək gərginlikli dirəkdə yanğın nəticəsində 50 mindən çox sakinə elektrik verilişi dayandı. Təhlükəsizlik xidmətləri, nəqliyyat və dükanlar iflic vəziyyətinə düşdü. Çox sayda insan isə gündəlik infrastrukturun nə qədər həssas ola biləcəyini ilk dəfə hiss elədi. Qeyd edeyim ki, fəsadlar yalnız fiziki deyil, həm də psixoloji olaraq hiss olundu. Qaranlıq, dayanmış nəqliyyat və fövqəladə xidmətlərlə əlaqə saxlaya bilməmək qorxu və gərginlik yaratdı. Və bu qəza göstərdi ki, şəhərin komfortu əbədi deyil, bir-birinə bağlı olan sistemlərin nəticəsidir və hər an uğursuz ola bilər. Rəsmi orqanlar isə tam elektrik verilişinin cümə axşamına qədər bərpa olunacağını vəd edirlər. Mütəxəssislərə gəlincə isə onlar şəbəkələrin möhkəmləndirilməsinin və kritik infrastrukturun qorunmasının vacibliyini müzakirə edirlər. Sakinlər üçün isə bu hazır olma dərsi oldu. Hətta ən müasir şəhərdə fövqəladə hallar üçün planlamaq və gözlənilməzliyə hazır olmaq lazımdır. Qeyd edeyim ki, bugün işığın qismən bərpası yalnız müvəqqəti rahatlıqdır deyə bilərəm. Şəhərin hazırlığı və insanların təhlükəsizliyi ilə bağlı suallar aradan hələ qalxmayıb. Və Berlin göstərdi ki, adiləşmiş sabitlik hissi asanlıqla pozula bilir və bu qəza hər kəs üçün ciddi xəbərdarlıqdır. Belə mənim çatdıracaqlarım bu qədər. Buyurun, söz sizdə. Təşəkkür edirik Günay, ətraflı məlumatlara görə.